Rusiyadan gələn təhlükə, kütləvi kiber hücumun arxasındakı gizli əl üzə çıxdı. Azərbaycanın bir sıra media resurslarına kiber hücum Rusiyadan qaynaqlanıb. Reportun məlumatına görə bunu Milli Məclisin xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın Azərbaycanın media resurslarına kiber hücumlar mövzusunda keçirdiyi ictimai müzakirələrdə komissiyanın sədri Ramit Namazov deyib. O qeyd edib ki, hücum texniki cəhətdən peşəkar səviyyədə həyata keçirilib. Kiber hücum Rusiyadan qaynaqlanan kiber casus qrupu tərəfindən edilib. Təbii ki, bu təəssüf hissi doğurur. Ramit Namazov vurğulayıb ki, bu həmçinin Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin konkret müddəalarına və əlaqələri ruhuna zidd olan bir haldır. Ekspertiza nəticəsində istər hücum zamanı istifadə edilən texniki üsullar, istərsə də davranış modelləri hücumun Rusiya ilə əlaqəli olan Art-29 Rahat Ayı qrupuna məxsus olduğu müəyyən edilib. Bu qrup xüsusi əhəmiyyətli kiber əməliyyatlar həyata keçirən mütəşəkkil dəstədir. Kiber casusluqla məşğul olan Art-29-un fəaliyyəti əsasən hökumət qurumlarını, xarici diplomatik nümayəndəlikləri, habelə siyasət, müdafiə, enerji, media və digər kritik sahələri hədəf almaqdan ibarətdir. Motiv fevralın 3-də ölkəmizdə hüquqi şəxs qismində qeydiyyatı olmayan və qanunvericiliyin tələblərini ciddi şəkildə pozduğu üçün fəaliyyətinə xitam verilən Rusiya İnformasiya Mədəniyyət Mərkəzi Rus evi və o vaxt üçün ləğv edilməsi ilə bağlı söhbətlər gəzən Rusiya Sevodyanın Azərbaycandakı nümayəndəliyi idi. Məhz bu proseslərdən dolayı siyasi motivli bu kiber müdaxilə hadisəsi baş verib.